Avropada məişətdə geniş istifadə olunan mətbəx qabları ilə bağlı diqqət çəkən qərar qəbul edilib. İnsan sağlamlığı üçün riskli hesab edilən bəzi məhsulların istifadəsi artıq qadağan olunur. Bu qərar uzun illərdir mətbəxlərimizin ayrılmaz hissəsi sayılan teflon tavalarla bağlı indiyədək çoxlarının bilmədiyi riskləri gündəmə gətirib. Mütəxəssislərin sözlərinə görə teflon tavaların səthi cızıldıqda zərərli maddələr yeməyə qarışaraq birbaşa insan orqanizminə keçə bilər. Bəs vətəndaşlar bu qərara necə yanaşırlar? Onlar mətbəxdə hansı tavalar üstünlük verirlər və istifadə etdikləri qabların sağlamlığa mümkün təsiri barədə nə dərəcədə məlumatlıdırlar? Əgər işin tez əmələ gəlmək istəyirsənsə, gözəl görünmək istəyirsənsə, estetik cəhətdən yeməyin gözəl görünməsi üçün qranit tavalar məsləhətdir. Hansı tavalara üstünlük verirəm? Biogranitə təbii ki, ona görə ki, onun keyfiyyəti daha yaxşıdır. Həm də yağsız yemək bişirmək olar. Çox zamanda dietik bir məhsullara üstünlük verirəm deyə biogranitdə yeməkləri bişirməyə daha rahat olur. Yağsız, yapışmır, heç bir problem yaranmır deyə ona görə. Bəs bilirsiniz onların ziyanları var, yapışmayan tavaların? Sözün düzü yox, araşdırmamışam, amma çox zamanda deyirlər ki, təbii bir şeydir deyə, təbii daşdır deyə, ona görə problem yaranmır. Mən özüm teflon tava istifadə edirəm. Amma ki, keçmişdə nənələrimiz çox vaxt çuğun tavadan istifadə edib. Ona görə ki, onlar həm yapışmır, həm daha ziyansızdır. Və mən ona görə indi belə tövsiyə eləyərəm ki, teflon tavalardan çuğun tavalara keçid olunsun. Həm yapışmır deyə, həm də daha ziyansızdır deyə. Mən əvvəllər istifadə eləyirdim, sonra eşitdim ki, belə zəhər buraxır, belə istifadə eləmirəm. Sizcə nəydən istifadə eləsələr daha yaxşıdır? Hansı məsləhət görürsünüz? Köhnə dədə-baba alüminium qazanlar. Mütəxəssislərin və aparılan elmi araşdırmaların ortaya qoyduğu faktlar ciddi narahatlıq doğurur. Bu maddələrin mənimsənilməsi və zamanla bədəndə yığılması sağlamlığı üçün ciddi risklər yarada bilər. Başqa narahat edici məqam isə ondan ibarətdir ki, bu maddələr uzun müddət orqanizmdən xaric olmur və təsirləri illər sonra belə özünü göstərə bilər. Metabolizmaya ciddi təsir göstərir. Endokrin hormonal balansa ciddi problem göstərir. Qalxana bənzər vəzi xəstəliklərinin artmasına gətirib çıxardır. Bundan başqa, eyni zamanda immun sisteminin kəskin zəifləməsinə və tez-tez xəstələnmə hallarına gətirib çıxarda bilər. Aparılmış bir elmi araşdırmada da bunların birbaşa qadın sonsuzluğuna təsir göstərdiyini sübuta yetirilmişdir. Mütəxəssislər mətbəxdə paslanmaz polad kimi təbii materiallardan hazırlanmış, kimyəvi örtüyü olmayan tava və qazanlara üstünlük verilməsini tövsiyə edirlər. Bəs daha təhlükəli hesab olunan teflon tavaların zərərləri nələrdir və onların gündəlik istifadəsi zamanı hansı risklər ortaya çıxır? Metal qaşıqlar və ya çəngəllər, bıçaqlar və ya təmizləmə vasitələri ilə bunlar sürtüdükdə cızılır və həmin o cızılan hissələri qopur. Qopan hissədən isə mikroplastiklər qidaya sirayət edə bilir. Bu da yenə həm fiziki, həm də eyni zamanda gələcək üçün mikrobiyoloji çirklənmə faktorudur. Anti-İnsar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən isə bildirildi ki, ölkədə satışda olan və istifadə edilən tavalar mövcud dövlətlərarası standartların tələblərinə uyğun istehsal olunduğu halda təhlükəsiz hesab edilir. Vətəndaşlara tövsiyə olunur ki, mətbəx ləvazimatları alarkən məhsulun istehsal materialına, sertifikatlarına və standartlarına uyğunluğuna diqqət yetirsinlər. İstismar qaydalarına əməl etsinlər və sağlamlıq üçün risk yarada biləcək keyfiyyətsiz məhsullardan uzaq dursunlar.